Yeni vlogumuza xoş gəldiniz. Mən Fəxri Əsədov. Hal-hazırda Şlemdən çəkirəm videomuzu. Şlemdən də aydın olduğu üçün bu günləri motosikletlə qısa bir yolumuz olacaq. İzah edəcəm. Zibili tulluyum. Danışaq. Bir dənə bilet almaq üçün 10 dənə saytı gəzirsən. Ay görüm filan reys harda ucuzdur, harda daha sərfəlidir. Artıq bunlara ehtiyac yoxdur. Çünki hamısı bir yerdədir. Aviasales.az-da. Bunun üçün isə sadəcə aviasales.az-da daxil olmaq kifayət edir. Çünki Aviasales bilet satmır. Ən ucuz bileti tap. Papiyomuz burada. Xotduyaq. Nəyə gedirik? Kargodan mallarımız gəlib. Mazda'nın da 1-2 dənə 5-i var içində, bir dənə də 5 BMW üçündür. Gedək kargodan götürək gələk. Kameranı da götürmüşəm, bəlkə çalışacağım yoldan da 1-2 dənə kadr sizlər üçün çəkim. Gedək. Probegimiz də 2061 kilometr. Normalno. Yəqin ki səsim çox gələcək, çünki mikrofon zaten heç nə qoşmamışam. Elə mahnı sədaları altında gələcək. Nəsə xoşuma gəlmədi, rakurs yaxşı deyil. Buradan fason nəsə qoyacam, buradan da bir yaxşı bir şey alınmayacaq. Amma nəsə kadr olsun da qoy, vlog çəkir. Gedək göstərim sizə. Millət, gəlib çatdıq. Düzdür, bizdə binada burada işçilər biraz söhbətləşir. Ona görə səsim biraz zəif gəlmiş ola bilər. Gəlin sizə də göstərim, nələr gəlib. Bağlamaları da açaq, izah edeyim. Onun üçün ən uyğun yer elə maşının bagajıdır. Şilemi qoyaq bura. Şilem burada. Aha. Açaq tökəyiz. Görək nə var, nə yox. Hətta mən tutqamı da çıxardardım. Keçərdim maşının içinə, çünki bunların səsindən heç nə izah eləyə bilməyəcəm. Bu push deyil əslində bu rakurs. İndi ekipirovkam üstümdə olmadığı üçün ona görə biraz narahat çəkmiş ola bilərəm. Deməli uşaqlar, 3 dənə bağlamamız var. Hansı ki bunların bəziləri Mazda'ya aiddir. İçində biri də BMW'yə aiddir. Ona görə elə BMW'nin içində istədim bu unboxing söhbətini də eylənmiş olum. Bu BMW'nin veşinə oxşuyur. Balacadan başlayaq. Bu elə balaca elə BMW'nin imiş. Amma elə bil atıblar mı? Yoxsa mən elə gəlir. Yox, atmayıblar. Deməli millət, BMW'nin orijinal, baxın bu belənçiyinə bir orijinal adı ilə almışam da indi. Padelka da ola bilər, amma elə ciddi bir şey olmadığı üçün, yəni orijinal padelka çox da fərq eləmir. Bu nə deyə soruşsanız, indi gəlin sizə izah edeyim. Yəni set olaraq almışam, 4 dənədir, 2 dənə qabaq üçün. Bizə də ikisi lazımdır, gəlin göstərim sizə. Bu bizim maşının zavod ayaqaltısıdır, gördüyünüz kimi. Və bunun arxa hissəsində belə yumru yer var. Hansı ki, bu ora cırt-cırtla yapışmalıdır. Və bunun aşağıdakı bağlantı hissəsi də normalda burada olur. Bu qırıldığı üçün, bu da sürüşür, gelir belə burada yığılır. Bu da mənim xoşuma gəlmir. Bu normal öz yerində dayanmalıdır. Çox yığılanda hətta pedala da gələcəyində problem yarada bilər. Ona görə indi bunu düşünürəm ki, özüm rahatlıqla klips kimi salıb fırlayanda artıq yapışmış olacaq. Hətta yoxlaya da bilərik. Şu ideal. İndi digər tərəfdə qırılıb, onu da taxaq. Belə taxırsan dişli kimi. Yarım abarat fırlatdın. Su.
oldu ideal, amma problem nədir? Problem odur ki, indi görürəm bunun burası da qopub düşüb. Bu tüklü hissəsi. Zabaşı bura gələcəyini nəsə vuraram, amma düşünürəm bu təkli özü də bəs eləyəcək. Ha. Belə bir ki oldu cırt-cırtlı və artıq məncə qabağa sürüşəsi deyil. Yəni, bu məsələni primitiv formada gördüyünüz kimi həll elədik. Mən də indi tanıyanlar, çoxdan izləyənlər bilir ki, biraz xəstəyəm. Hər şey qoy как надо. Necə olmalıdır o formada olsun. Belə bir şeydir. Bax, 2 dənə də belə qaldı. Haçansı başqası da qırılsa eləsə istifadə eləməyə. Bu belə. Hoppa. Uşaqlar, belə bir şey. Gəlin sizə daha ətraflı göstəreyim. Belə özümü çəkirəm ancaq. Baxın, Mazda üçün orijinal HGS firmasının belə bir Racing Fire tudası da Mazda üçün almışıq. Bahalı şeylər paketdə olur bu qarajda. Nədir ki bu? SPS M40. Bu da qaraddır da, Pərviz. Yox, bu vaxtı işləyib. Vaxtı ikən işləyib. Deyirsən üstündən çıxandan daha yaxşıdır bu, yoxlamaq üçün. Davay. M40i olaraq keçir. Daha bilmirəm, titandır, bronzdur, nədir, nədir. Hoşum, 4 dənə bir dənə set olaraq. Bunları aparıb verməliyəm Pərvizə. İndi bir dənə də qaldı bu. Paketdən paket çıxdı. Təhlükə ilə açım. Bu 2 dənə belə port girişi kimi bir şey və əsas məsələ bizim Mac solenoidimiz. Pərvizin zakazıdır. Pərviz dedi ki, bundan lazımdır sənə. Mən də aldım. Bu bildiyim qədərilə turbonun boostunu, yəni hansı barda açmağını elektron formada beynindən tənzimləmək üçündür. Hansı ki bizim Mazda'da yox idi. Pərviz də deyir, niyə yox idi, olmalıydı. Nəysə, indi Pərviz nə deyir, alıram hələ ki, görək, Allah axırımızı xeyir eləsin. İnşallah ümidliyəm, düşünürəm ki, düzgün yoldayıq. Pərvizlə bu söhbətin axırına çıxacaq, Mazda uçacaq. Sözün əsl mənasında yəni. Şo, millət, bu bizim bağlamalarımız. Tez bazar çəkdim. Bu videonun tamamı olaraq bilməm nə çəkəcəm açığı. Yəqin ki, günlük vlogla ya da ki, hara getsəm onu da çəkib sizə göstərəcəm. Risk işimin gücümün ortasında Pərviz mənə yığdı ki, bəs mənə kompüter lazımdır. Dedim, ha, kompüteri neyinirsən? Dedi, beyinə girmək lazımdır. Bilmirəm nə iş görür. Kompüteri boğdum və birbaş qaçıram, gedirəm Pərvizin sexinə, görüm, deyəsən Mazdan salıb işləməyə davam edir. Gedək görək nə var, nə yox. Amma nə qədər tələssək də bunun cold starta heç bir aidiyyatı yoxdur təbii ki. Mən cold start verim sizin üçün də. Nəysə, bu qədər bəsdir, gedək. Görək Pərviz nə eləyir, nə eləmək fikrindədir. Deməli millət, Pərviz mənə tez çağırdı ki, kompüteri götür, gəl və domino oynayır. Oyunçu aparsın. Sağ ol. Pərviz, dominon da nəzikdir, bu qalın. Sən tutmaq olmur. Heç nə. Pərviz dominosunu oynasın. Pərviz Papa Johnson oynasın. Bizdə, hə, если что, qaraj təzə işıqlar, zadlar, yəni onlar da demirəm də. Maşın burada, ağacın altında saxlayıb neçə gündür, bir dənə bura bax. İngiltərədə o həyətdə yaddan çıxan maşınlara oxşur. Nəysə, bu maşın tarixində var, elə bu, harda, orada, burada yatmaq. Aha, Pərviz bura bilmirəm, nəsə soxuşdurub. Nəyin daçıqdır, amma bilmirəm hələ ki. Yəqin ona görə mənə çağırıb ki, görək bunu görür, yoxsa yox. Heç nə, dominosunu oynayaq.
Baxaq görək nədir. Pərviz orada əlləşir. Mən keçmişəm pulta. TPS sensorunu dəyişib, indi onun raspinovkasını həll eləməlidir. Biz də ona baxırıq ki, bu söhbət 0 0 94 0 32 0 78 9 80 81 də dayanıb 0 40 50 70 80 0 özüm praşıq eləyəcəm birazdan, bir şey qalmayıb. 47 47-də dirənd 42 50 40 52 0. Uşaqlar gecənin bir yarısı bizdə ancaq gecə olur da bilirsiniz. Pərviz yığıb ki, bəs TPS sensorunu dəyişmişəm, kalibrovka eləmişik. İndi testdə yüngül var, zadını, benzinimiz də azdır. Rahat gedir. Belə də əvvəlkindən çox fərq eləyir. Yəni tam düzəlib söhbəti ayrı, çünki bizdə tək problem TPS sensorundan olsaydı, mən görürsən, tamam. TPS sensorundan olsaydı tam düzəlməydi. Sadəcə bizdə praşifkada da boşluqlar var deyə, ona görə yəqin ki, sabahları gün işığında onu da həll edəcək, amma TPS-ə görə çox dəyişib maşın. Yəni adicə avtomobili mən belə deyim. Salam aleyküm. Adicə maşını mən xodlayanda hiss edirəm ki, rahat nəsə xodlandı. Belə də basırsan stabildir. Mənim dərdim o idi ki, bu stabil işləmirdi. Düzdür, hələ də yenə deyirəm, tam deyil. Praşifkadan sonra tam inşallah ki, istədiyimiz nəticəni almalıyıq. Praşifkadan sonra da yenə də avtomobilin belə deyim, switch bobin sistemində də bəzi dəyişikliklər eləyəcək ki, qoy vəbşə stabilləşsin hər şey. Mən normal düzlüyə çıxaq. Buradan normalda indi belə eləməliydi. Bu uşaqlar elə bir məsələdir ki, gərək yəni ancaq sözlə maksimum ifadə eləməyə çalışıram. Yəni gərək bunu hiss eləyəsən ayağının altında. Əvvəl qazı basırdım, elə bil məcbur gedirdi maşın. İndi də super getməyinə. Amma yenə də TPS sensoru əməlli başlı fərq elədi. Faktiki problemlərdən biri o idi. Heç nə, getdik. Yaxşıdır. Belə uşaqlar, sabahları günorta saat 1 üçün praşifka işinə keçəcəyik. Özümə də çox maraqlıdır, 5 ildən sonra təzdən praşifka eləyəcəyik maşını. Sabah maraqlı olacaq, gözləyin. Uşaqlar, ikinci gündəyik, çəkiliş var idi, ona görə biraz gecikdim. Praşifka eləyən də bizi gözləyir. Hal-hazırda dinamik formada qaçıram Pərvizin yanına. Gedək, maşını götürək, başlayaq praşifkaya. Bugün böyük gündür. İnşallah istədiyimiz nəticəni videonun sonunda əldə eləyərik. Görək. Uşaqlar, özümü çatdırdım. Pərviz burada. Artıq bizim onlayn praşifka eləyən əməkdaş oradan bağlanıb. Kartaya baxır, nə var, nə yox. İşlər nə formada. Qaqamız bağlanıb. Düzdür, buradan çox bir şey anlamasaq da. Pərvizin biraz başı çıxır ki. Mən də təzəyəm hələ. Görək neyindir. Birinci yerində nəsə nastroyka verir, maşını işə salırıq, sonra artıq gedəcək yola. Yolda sürərək praşifka eləməyə. Özümə də çox maraqlıdır. İnşallah bugün deyirəm də böyük gündür. Görək nə olur. Detonasiya daski düzgün qoşulmayıb dediyinə görə indi padyomnika qaldırırıq. Görək onu dəyişməklə vəziyyət düzəlir, yoxsa yox. A few moments later. Praşifka eləyən şoka düşdü ki, sizin nətər yəni detonasiya daskiniz yoxdur. Biz də dedik ki, biz deyəndə mən dedim ki, yoxdur. Pərviz də yüngül şokdadır. İndi elə belə korreksiya elədi, yüngül varı. Pərviz onu yoxluyur.
remont eləməyi yoxdur elə bil. Yox, Atıb tutmağı. Yoxdur, o getdi. Ucu basanda Yüngül var eləyirəm. o düzələcək. Isə Pərviz yoxlasın. Detonasiya daçkini qoşandan sonra qaldığımız yerdən davam eləyəcək. Yəni dünənkinə baxanda yaxşıdır. Fərq var. Ha. Amma bu sayılmır da. Ya. O deyil yəni. Belə uşaqlar. Bugün böyük gün dedim, amma yenə bir nəticəyə gəlib çıxa bilmədi. Detonasiya daçkı olsaydı bir şeylər eləmək olardı. Amma indi keçirik başqa məsələyə. Özüm maşını keçdim ki, rahat sizə danışa bilim, izah eləyə bilim. Aparırdım. X5'li, X7'li aparırdım. Yaxşı qutardıq. Dala verək, maşın görək hara girir, nətər olur. Biz bu günləri praşifkanı zaten etsəydik belə, bu tam da %100 söhbət olmayacaq. Nəyə görə %100 olmayacaq? Çünki elə bizim işlərimiz var. Avtomobildə praşifkadan savayı bütün provodka əldən keçməlidir. Ekomasterə gedən şnurlar, ventilyatora gedən şnurlar və təzə aldığımız yanacaq və yağın davleniya daçikləri falan bunlar qoşulmalıdır. Bunların şnurları səliqəyə salınmalıdır. Detonasiya daçiki təzə söhbət çıxdı. Bunu qoşmaq lazımdır və bunların hamısını bir nəfər Sumqayıtda, indi qardaşla ilə tanış olmamışam. Pərvizin referansı ilə gedirəm, belə deyim. Dədə adında bir qardaş var. Dədə ilə görüşməliyik. İndi Pərvizdən xəbər gözləm. Dədədə bu dəqiqə maşın var, hal-hazırda işlədiyi. O çıxandan sonra indi bizə vaxt deyəcək ki, 5 gün sonra, 10 gün sonra avtomobili gətirin, mən bu işləri görüm. Artıq bütün bu şnur sistemləri, şnur işləri hamısı dədədə həll olandan sonra ideal provodka ilə, ideal bütün bu şnur texniki sistem hamısı çəkiləndən sonra artıq biz təzədən praşifka gününə Big Day-yə qayıtmış olacağıq. Odur ki, hələ yolumuz var, hələ işimiz var. Yavaş-yavaş inşallah hamısını yoluna qoyacaq. Yəni hal-hazırda iş dayandı. Dədədən xəbər gözləyirik. Dədə bizə vaxt deyəcək. Sonra maşını aparacağıq Sumqayıta dədənin yanına. Orada da biraz çəkilişlər eləyəcəm, göstərəcəm bütün prosesi sizə. Və orada da yəqin ki, bir həftə 10 gün dədənin işi olacaq bizim maşından. Ondan sonra təzədən Pərvizə qayıdırıq, praşifka edirik. Belə. Əslində danışanda çox qısa bir şeydir. Düzdür, mən biraz aramla çalışıram ki, elə formada izah edeyim ki, hamı tam aydın şəkildə başa düşsün. Belə. İndi xəbər gözləyirik.